Səfəvi dövləti yaxud Səfəvi imperiyası 1501-ci ildən 1736-cı ilə qədər var olmuş, bugünkü Azərbaycan, Ermənistan, İran, İraq, Əfqanistan, Qərbi Pakistan, Türkmənistan, Şərqi Türkiyə, Şimal-Şərqi Hindistan və Özbəkistan ərazilərini əhatə etmiş Azərbaycan Türk dövləti. Əsasını 1-ci İsmayıl 1501-ci ildə Təbrizdə özünü şah elan etməklə qoymuşdu. İsmayılın tərəfdarlarından ibarət olan Qızılbaşlar ordusunun əsasını türk tayfaları təşkil edib. Səfəvilər dövləti həmçinin müasir Azərbaycan milli və dini kimliyinin formalaşmasında böyük tarixi rol oynayıb. Dövlətin adı onu idarə edən sülalə ilə bağlı olaraq Səfəvilər dövləti və ya Qızılbaş dövləti adlandırılıb. Səfəvi imperiyasının ilk paytaxtı 1501-1555-ci illər 1-ci Şah İsmayılın və 1-ci Şah Təhmasib hakimiyyətinin 31 illik dövründə Təbriz şəhəri olub. Sonradan 1555-ci ildə 1-ci Şah Təhmasib dövlətin paytaxtını Səfəvi Osmanlı müharibələri səbəbindən Qəzvinə köçürür. 1-ci Şah Abbasın hakimiyyəti illərində isə 1598-ci ildə İsfahan şəhərinə köçürülür. Səfəvi adı 1-ci Şah İsmayılın babası Şeyx Səfiyyətdindən gəlir. Şeyx Heydər dövründə onun müridləri Qızılbaş adlanmağa başladı. Buna səbəb onların Qızılbaş, Şiə olduqlarını bildirmək üçün başlarına 12 zolaqlı qırmızı çalma qoymalarıydı. İskəndər bəy Münşi yazır: Sultan Heydər bu yuxunu gördükdən sonra başına şadimanlıq papağı qoyub, o vaxtlarda dəbdə olan Türkman papağını 12 zolaqlı Heydər papağı, Tərəkkə Heydər ilə əvəz etdi. Onun arxasınca gedən və ona itaət edən adamlar da o həzrətin əqidəsinə tabe oldular və bu xanədanın bütün üzvləri həmin dəyərli papağı başlarına qoymaqla başqa adamlardan seçildilər. Elə buna görə də o şan şöhrətli adamlar Qızılbaş ifadəsi ilə məşhur oldular. 1447-1460-cı illərdə Səfəvi təriqətinin rəhbəri olmuş Şeyx Cüneyd, qara qoyunlularla müharibə halında olan Ağqoyunlu hökümdarı Uzun Həsənin yanına gedərək, onun bacısı Xədicə bəyimlə evlənir. Bu evliliklə Uzun Həsən Cüneydin türkmənlər üzərindəki nüfuzundan istifadə etməyi düşünürdü. Ətrafına topladığı orduyla 1460-cı ildə Şirvanşahlara hücum edən Cüneyd döyüşdə öldürülür. Yerinə keçən oğlu Şeyx Heydər Ağqoyunlularla əlaqələri daha da möhkəmləndirmək üçün dayısı Uzun Həsənin qızı Aləmşah bəyimlə evləndi. Şeyx Heydər də atası kimi Dağıstana 2 dəfə hücum edir və böyük qənimətlərlə geri dönür. Bu qələbələr Ağqoyunlu Sultan Yaqubu qorxuya salır və Şeyx Heydərin 1488-ci ildəki 3-cü hücumu zamanı Dağıstana Süleyman bəy Bicanoğlunun komandanlığı altında qoşun göndərir. Qoşun Şirvanşah Fərrux Yasarın qoşunu ilə birləşərək Şeyx Heydəri məğlub edir. Şeyxin özü isə öldürülür. Sultan Yaqub Şeyx Heydərin 3 oğlunu, Sultan Əlini, İbrahimi və İsmayılı əsir alır. Onlar yalnız Sultan Yaqubun ölümündən sonra əsirlikdən qurtulurlar. Sultan Əli Səfəvi şeyxi seçilir. 1493-cü ildə Ağqoyunlu Rüstəm Mirzə Baysunqura qarşı Qızılbaşlardan istifadə etmək qərarına gəlir. Sultan Əli öz qoşunu ilə Rüstəmin tərəfində vuruşur. Döyüşdə Baysunqur öldürülür. Sultan Əlinin qüvvətlənməsindən qorxan Rüstəm Mirzə onun üstünə 5000 süvari göndərir. 1494-cü ildə Ərdəbil yaxınlığında Şəməsidə baş verən döyüşdə Sultan Əli öldürülür. Ondan sonra Səfəvi şeyxi İsmayıl seçilir. 1499-cu ilin avqustunda Şeyx Heydərin 13 yaşlı oğlu İsmayıl Lahicandan Ərdəbilə yola düşəndə onu 7 nəfərdən ibarət ən yaxın şəxslər Hüseyin bəy Lələ Şamlı, Əbdüləli bəy Dədə, Xadim bəy Xüləfa, Rüstəm bəy Qaramanlı, Bayram bəy Qaramanlı, İlyas bəy Ayğutoğlu Xunuslu və Qarapiri bəy Qacar müşayiət edirdi. Ərzincanda İsmayılın bayraqları altında türk dilli Şamlı, Ustaclı, Rumlu, Təkəli, Zülqədər, Əfşar, Qacar və başqa tayfalarından, həmçinin
Qaradağ sufilərindən ibarət 7000 qazi toplanır. Burada keçirilmiş Qızılbaş ağsaqqallarının müşavirəsində qərara alınır ki, təxirə salmadan mövcud qüvvələrlə başlıca zərbə Səfəvilərin düşməni olan Şirvanşah Fərrux Yasara qarşı yönəldilməlidir. 1-ci Şah İsmayıl 1500-cü ildə ordusu ilə Şirvanşah hökümdarı Fərrux Yasarın üzərinə hücuma keçir. Elə həmin ildə Gülüstan qalası yaxınlığındakı Cabanı düzündə baş vermiş döyüşdə Şirvanşahlar məğlub edilir və Fərrux Yasar öldürülür. Səfəvilər Şirvanşahlar dövlətini özlərindən asılı vəziyyətə salır. Ələ keçirilmiş qənimət Qızılbaşlar arasında bölüşdürülür. İsmayıl 3 gün döyüş meydanında qalır, sonra isə Şamaxıya qayıdır və şəhər əyanları tərəfindən ehtiramla qarşılanır. Məhəmməd bəy, Ustaclı və İlyas bəy Xunuslu isə Şirvanşahların ikinci əsas şəhəri Bakını tutmaq üçün göndərilir. Qalanı ələ keçirmək üçün sərkərdələrinin göstərdiyi cəhdlərin müvəffəqiyyətsizliyini görən İsmayıl 1501-ci il yazın əvvəlində özünün başlıca qüvvələri ilə Mahmudabaddan Bakıya hərəkət edir. Qalanın müdafiəsinə Fərrux Yasarın oğlu olan Qazı bəyin arvadı başçılıq edirdi. Bakı tutulur və qənimət Qızılbaşlar arasında bölüşdürülür. 1501-ci ildə Şərur döyüşündə Ağqoyunlunun birinci qanadının hökümdarı Əlvənd Mirzə də məğlubiyyətə uğradılır. Əlvənd Mirzənin də məğlub edilməsi ilə iki əsas təhlükəni sovuşduran İsmayıl 1501-ci ildə Təbrizə daxil olub özünü şah elan edir. 1503-cü ildə Şah İsmayıl Ağqoyunlunun ikinci qanadının hökümdarı Murada onun hakimiyyətini tanımağa və tanıdığı təqdirdə İraqı Əcəmin bir hissəsini ona təklif etdi. Murad təklifi qəbul etmədi. Bundan sonra Səfəvi qoşunu 12 minlik orduyla Həmədana doğru irəlilədi. 21 iyun 1503-cü ildə Səfəvi və Ağqoyunlu qoşunları arasında Həmədan yaxınlığında Alma bulağı deyilən yerdə döyüş baş verdi. Döyüşdə Səfəvilər qalib gəldi. İskəndər bəy Münşi Türkman yazır. 1503-cü il 21 iyun şənbə günü Həmədanın Alma bulağı adlı yerində onların arasında böyük hərb oldu. Süleyman şanlı Xaqanın Heydəri, qol gücü və İsnaəşəri dövlət Günəşinin xoşbəxt doğuşuna görə. O müqayisəsiz ləşkərə qalib gələrək həmin mərəkədə Türkman Ağqoyunlu döyüşçülərinin kələyini kəsdi. Ağqoyunlu hökümdarı Sultan Murad isə qaçdı. Bundan sonra Qızılbaşlar həmin ildə müqavimətsiz Şiraz, Qum, Kaşan və İsfahanı, 1504-cü ildə isə Gülxəndan, Firuzguh, Usta qalaları, Yəzd və Kirmanı ələ keçirdilər. Bunun ardınca Şah İsmayıl öz qoşunu ilə birgə qərbə doğru hərəkət etməyə başladı və 1507-ci ildə Van və Ərzincanı, 1508-ci ildə isə Ərəb İraqını tutdu. İsmayılın qərbdə hərbi əməliyyatlar keçirməsindən istifadə edən Şeybanilər dövlətinin hökümdarı Məhəmməd 1507-ci illərdə Teymurilər dövlətinə son qoyub Xorasanı işğal etdi və Kirmana dağıdıcı yürüşlər etdi. Şah İsmayıl 1510-cu ildə Xorasana doğru hərəkət etdi və 2 dekabr 1510-cu ildə baş vermiş Mərv döyüşündə Məhəmməd xan Şeybanini məğlub edərək Xorasan vilayəti və Ceyhun çayına qədər uzanan torpaqları ələ keçirdi. Döyüş zamanı Məhəmməd xan Şeybani öldürüldü. Daha sonra Anadoluya dönən Şah İsmayıl, Ağqoyunlular dövründə onlara tabe olan Şərqi Anadolunu ələ keçirmək üçün hərəkətə keçdi. 1512-ci ildə Qaraman və Malatyanı tabe edən Şah daha sonra Təbrizə döndü. 1512-ci ildə taxta çıxan Sultan 1-ci Səlim Avropa dövlətləri ilə sülh bağladı və bütün qüvvələrini Azərbaycana qarşı səfərbər etdi. Sultan Səlim Ədirnədə fövqəladə divan çağırdı. 1514-cü ildə Osmanlı ordusu 1-ci Səlimin rəhbərliyi ilə Səfəvilərin ərazilərinə daxil oldu. Lakin Şah İsmayıl Osmanlılara qarşı birbaşa əməliyyata keçmədi və ordular uzun müddət qarşılaşmadı. 1514-cü ildə Çaldıran düzündə Osmanlı ordusunu qarşıladı.
Səfəvilər qətiyyətlə Osmanlıların hücumunu dəf edirdilər. Lakin Osmanlıların topları və tüfəngləri işə salması döyüşün gedişini dəyişdi. Şahın taktikası pozuldu və Osmanlılar qalib gəldilər. Döyüş nəticəsində Qızılbaşlar məğlub oldular və Osmanlılar Təbrizi tutdular. Ancaq əhalinin müqaviməti və Səfəvi ordusunun toplanması Sultanı 6 gün sonra Təbrizi tərk etməyə məcbur etdi. Sultan Şərqi Anadolunu ələ keçirdi və İstanbula döndü. Elə bu vaxt Azərbaycana artilleriya gətirməli olan Portuqaliya İran körfəzinə hücum etdi və Səfəvvilərin Hind okeanına çıxışını bağladı. Şah bəzi qızılbaşları cənuba, Portuqaliyalılara qarşı vuruşmağa, Qaraxanı isə Diyarbəkiri almağa göndərdi. Amma Qaraxan 1516-cı ildə Qoçsarda məğlub olaraq öldürüldü. 1524-cü ildə Şah İsmail vəfat etdi və oğlu Təhmasib şah oldu. Birinci Şah Təhmasib hakimiyyəti dövründə 1528-ci ildə Özbəklər Xorasana hücum etdilər. Həmin il Şah ordusu ilə şərqə doğru hərəkət etdi və Özbəkləri Herat yaxınlığında darmadağın etdi. 1534-cü ildə Osmanlı ordusu Azərbaycan sərhədlərini keçdi. Birinci Şah Təhmasib Qəzvinə çəkildi və Sultanla sülh bağlamaq üçün öz elçisini göndərdi. Ancaq Sultan onun təklifini qəbul etmədi. Osmanlı qoşunları 1535-ci ildə Azərbaycana daxil olub Təbrizi aldı. Lakin sonradan Osmanlı ordusu əhalinin müqaviməti və orduda baş verən aclıq üzündən Azərbaycandan çəkildi. Bundan istifadə edən Şah ölkənin birləşdirilməsini davam etdirmək üçün 1538-ci ildə qardaşı Əlqas Mirzənin rəhbərliyi ilə 30 minlik ordunu Şirvanı tabe etmək üçün göndərdi. Əlqas Mirzə 1538-ci ildə Şirvanşahlar dövlətinin bütün qalalarını ələ keçirdi. Şirvan bəylərbəyliyə çevrildi və Əlqas Mirzə Şirvanın ilk bəylərbəyisi oldu. Lakin Əlqas 1547-ci ildə qardaşına xəyanət edərək müstəqillik üçün mübarizəyə başladı. Bununla əlaqədar Şah Təhmasib Şirvana daxil oldu və bütün qalaları özünə tabe etdi. Əlqas isə Krıma, oradan da İstanbula qaçdı və Üləma Paşa ilə birlikdə öz vətəninə qarşı yürüşlərdə iştirak etdi. 1548-ci ildə üçüncü dəfə Azərbaycana hücum edən Sultan II. Süleyman Təbrizi aldı. Lakin yenə də Azərbaycanda möhkəmlənə bilmədi və ölkəni tərk etdi. 1550-ci ildə Şah Təhmasib Sultana elçi göndərərək sülh təklif etdi. Amma Sultan yenə də bu təklifi qəbul etmədi. Belə olduqda Şah 1552-ci ildə Van, Qars, Vostan və Ədilçəvazı ələ keçirdi. Sultan II. Süleyman 1554-cü ildə sonuncu dəfə Azərbaycana hücum etdi. Ancaq bu dəfə də uğur əldə edə bilmədi. Əhalinin müqaviməti, qızılbaşların ardıcıl qələbələri Sultana Azərbaycanı ələ keçirməyə imkan vermədi və 1555-ci ildə Amasyada Osmanlı Səfəvi sülh müqaviləsi bağlandı. Müqaviləyə görə Kartli, Kaxetya, Mesxetya, Şirvan, Qarabağ, Çuxur Səəd bəylərbəylikləri və Təbriz bəylərbəyliyinin qərbi Osmanlıya verildi. Şah Abbas sülh müqaviləsindən sonra orduda islahatlara başladı. Ordu islahatı 10 il davam etmişdi. Bu müddətdə hətta Özbəklər, Moğollar hücum edib ölkənin bəzi bölgələrini ələ keçirsələr də, Şah Abbas islahat başa çatanacan dözmüşdür. Qulam qoşunu tərkibində 15 minlik süvari hissələr vardı. Onlar muşketlərlə silahlanmışdı. Bu, o dövrdə dünyada ən böyük süvari hissələri idi. Bundan başqa ayrıca artilleriya hissələri yaradılmışdı. Döyüşdə 500-ə qədər topdan istifadə edilirdi. Orduda qızılbaşlarla yanaşı tüfəngçi, topçu və qulamalar adlanan birliklər yaradıldı. Şah Abbas böyük tikinti işləri apardı. Bəzi şəhərləri vergidən azad etdi. Şah Abbas hakimiyyətə gələn zaman
ölkədə vəziyyət çox gərgin idi. Qərbdə Osmanlılarla müharibə zamanı şərqdən imperiyaya qarşı əfqanlar təhlükə yaratmışdır. Şah Abbas hakimiyyətə gəldikdən sonra qətiyyətli addımlar ataraq imperiyanı bu çətin vəziyyətdən çıxara bildi. 1590-dakı İstanbul sülh müqaviləsindən dərhal sonra 1593-cü ildə Azərbaycanın qızılbaşlara tabe edilən Zəncan, Xalxal, Ərdəbil, Qaracadağ, Lənkəran vilayətləri, Qızılüzən və Kür çayları arasında yerləşən geniş ərazidə Azərbaycan bəylərbəyliyi yaratdı. 1595-ci ilə qədər bəylərbəyliyin qoşunu 10.000 idi və Azərbaycan qoşunu adlanırdı. Bununla da Şah Abbas Azərbaycanın bütövlüyünü, qızılbaşların himayəsindəki ərazidə onun vüqarlı adını qorudu. Onun Səfəvilər dövlətinə mənsub olması fikrinin sönməyə qoymadı. 1598-ci ildə Şah Abbas paytaxtı Qəzvindən İsfahana köçürtdü. 1603-1639-cu illərdə Səfəvi-Osmanlı arasındakı müharibənin 3-cü mərhələsi olmuşdur. 1603-cü ildə o, Təbrizi də geri aldı və Osmanlıların qüvvəsini darmadağın etdi. Həmin il Şah Abbas Cənubi Azərbaycanı azad edərək Ordubadı, Cufanı, Naxçıvanı da geri qaytardı. 1604-cü ildə İrəvanı, 1605-ci ildə isə Şirvanın çox hissəsini ələ keçirdi. Bundan sonra Şah Abbas Gəncəni, Şamaxını, Bakını və Dərbəndi geri aldı. 1603-1607-ci illərdə bütün Azərbaycan torpaqları Osmanlılardan alındı. Lakin müharibə hələ davam edirdi. 1612-ci ildə Sərab sülhü bağlandı. Bununla da 1555-ci ildəki Amasiya sülhünün şərtləri bərpa edildi. 1622-dən 1623-cüyə qədər illərdə Bağdad, Kərbəla, Nəcəf, Kərkük və başqa şəhərlər də Azərbaycana qatıldı. Şah Abbasdan sonra 1-ci Şah Səfi hakimiyyətə gəldi. O, Bağdadı itirdikdən sonra 1639-cu ildə Qəsri Şirin sülhünü bağladı və Amasiya sülhünün şərtləri yenə də bərpa edildi. Qəsri Şirin sülhü Səfəvi-Osmanlı münasibətlərini bir müddət nizama saldı. Uzun müddət Səfəvi-Osmanlı müharibələri Səfəvi dövlətini zəiflətmişdir. Rusiya isə Cənubi Qafqazı işğal etmək və Xəzər dənizini özünün daxili gölünə çevirmək planını həyata keçirməyə başlayır. Belə ki, 1722-ci ildə Rusiya, 1723-cü ildə Osmanlı Səfəvilərə qarşı müharibəyə başladı. Bununla da 100 minlərlə insanın ölümünə səbəb olan 13 illik müharibəsi başladı. Rusiya 1722-dən 1723-cüyə qədər illərdə apardığı hərbi əməliyyatlar nəticəsində Dərbənd, Bakı, Lənkəran, Rəşdi, Xəzər dənizinin Səfəvilərin nəzarətində olan sahillərini ələ keçirdi. 1723-1726-cı illərdə Osmanlıların apardığı hərbi əməliyyatlar nəticəsində Çuxursəd, Qarabağ, Təbriz, Həmədan bəylərbəylikləri ələ keçirdi. Artıq Səfəvilərin tam çökdüyünü zənn edən həmin dövlətlər Səfəvilər dövlətinin ərazisini öz aralarında bölüşdürdülər. Bu hadisələr baş verən zaman Səfəvilərdə Şah II Təhmasib hakimiyyətdə idi. O, bu vəziyyətdən çıxmaq üçün Fətəli xan Qacarı Qorçubaşı təyin etdi. Fətəli xan Qacarın sayəsində müəyyən ərazilər geri alındı. 1726-cı ildə digər Qızılbaş sərkərdəsi Nadir xan Əfşar ordunun komandanlarından biri oldu. Onlar birgə çox uğurlu əməliyyatlar keçirdilər. 1726-cı ildə Nadir xan Şah II Təhmasib tərəfindən Qorçubaşı təyin edildi. 1728-1729-cu illərdə Nadir xan əfqanları məğlub edərək İsfahanı, Kirmanı, Xorasanı geri aldı. 1729-cu ildə Damğan döyüşündə əfqanları məğlub etdikdən sonra bütün Xorasanı azad elədi. Nadir xan 1730-cu ildə Osmanlılara qarşı hərbi əməliyyatlara başladı. Həmin il Həmədan, Marağa, Təbriz və digər ərazilər geri alındı. Amma əfqanların Herata hücum etdiyini eşidən Nadir xan Osmanlılara qarşı apardığı əməliyyatları təxirə salıb əfqanlara qarşı yürüş etdi. Öz nüfuzunu qaldırmaq istəyən Şah II Təhmasib
Nadir xanı gözləmədən Osmanlılara qarşı əməliyyata başladı. Amma məğlub edildi və geri alınmış əraziləri itirdi. 1732-ci ildə Şah Osmanlı ilə Kirmanşah sülhünü bağladı. Nadir xan hərbi yürüşdən qayıdandan sonra Şah II Təhmasibi hakimiyyətdən saldı və Kirmanşah sülhünü tanımadı. Səfəvilərin əvvəlki qüdrətini bərpa etdiyini görən Rusiya 1732-ci ildə Rəşd sülhü ilə Kür çayından cənubda olan əraziləri Səfəvilərə geri qaytardı. Nadir xanın 1733-1735-ci illərdə apardığı əməliyyatlar nəticəsində Bağdad 3 müəccin döyüşlərində Osmanlı məğlub edildi və 1723-cü ildən Osmanlı tərəfindən işğal edilmiş ərazilər geri alındı. Nəhayət, 1735-ci ildə Gəncə sülhü ilə Rusiya tərəfindən, elə həmin ildə Osmanlı ilə bağlanan sülh müqaviləsi nəticəsində işğal edilmiş bütün torpaqlar Səfəvilərə geri qaytarıldı. Bütün bu qələbələr Nadir xanın ordu içərisində şöhrətini artırmış oldu. 1736-cı ilin yazında Nadir xan Əfşar Səfəvilər sülaləsinin sonuncu nümayəndəsi 3-cü Şah Abbası hakimiyyətdən saldı və özünü şah elan etdi. Bununla Azərbaycanda yeni bir sülalənin 1736-1747-ci illəri əhatə edən Əfşarlar sülaləsinin hakimiyyəti başladı.